Gecəni səndən müsahibəyə hazırlaşmışam. Hansı səhifəni YouTube-da, Google-da, hansı səhifəni açmışam, qan damıb belə. Lop 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 belə. Nə deyirsən qan qadadır. Sən Space-dən getmişdin deyəsən son problemdən sonra. Bir həftə deyəsən efirdə olmadın. Hətta elan elədin ki, mən artıq jurnalistika ilə vidalaşıram. Necə oldu ki, qayıtdın? Mən düşündüm ki, məni sevənlərə, mənə etimad göstərənlərə, yəni hörmət əlaməti olaraq yenidən qayıtmalıydım. Özün dedin ki, mən qayıtmaq istəyirəm, yoxsa kanal qaytardı? Yox, özüm demədim, amma yəni belə deyək də, heç mənim düşünmədiyim, mənim gözləmədiyim, o necə deyərlər, yatsam da yuxuma girməyən nələrsə baş verdi. Və mən çox sevinirəm ki, Azərbaycanda həqiqətən də düz sözü deyən adamlara dəyər verənlər hələ də var. Və nə qədər ki var, bir o qədər də mən düşünürəm ki, biz danışa biləcəyik. Kim ki bu haqqın carçısıdır, gördüklərindən yan keçə bilmir, özünü saxlaya bilmir, əşi nəyimə lazımdır, mənlik deyil deyib ötmürsə və onlara biganə olmayan insanlar. Bəli, biganə olmayan insanlar varsa, demək ki, bizim susmağa da haqqımız yoxdur. Bu sonuncu problem məcburi köçkünlərlə bağlı idi. Sən efirdə sərt ifadələr işlətmişdin. İndi açığın sənə deyim ki, mən dedim bu qız nə edir? Söz var yatımına deyərsən düzələr. Elə ki sən pişiyi belə sığallamışdın. Sən tərsinə sığallayırsan, tükləri daha da qalxır. Bilərəkdən sərt danışırsan, yoxsa sadəcə olaraq başqa cür danışa bilmirsən? Yox, məsələ burasındadır ki, mən sakit də danışa bilirəm, normalda fikirlərimi ifadə edə bilirəm. Amma bəzi məsələlər var ki, mən artıq orada o sakitçiliyi, belə həlim-həlim üzərindən keçim məsələsində, yəni o olmuram artıq. Çünki hadisələr var ki, mənim həqiqətən də o şah damarıma basır. Hadisə də var ki, məsəl üçün, belə görürsən ki, mənə nələrsə yönləndirirlər ki, Səidə xanım, bu ilə bağlı danışında mövqeyinizi ortaya qoyun. Dəfələrlə baxıram, görürəm ki, yox, mənim danışacağım mövzu deyil. Ya danışıramsa həqiqətən də nöqtəsini qoyuram sonunda. Ya da yox, hardasa vergül qoyub, ayala bunun arxasından nə deyəcəm, düşünürəmsə ümumiyyətlə danışmam. Bu məsələdə həqiqətən yəni mənə çox təsir eləyən bir məsələ idi ki, kiminsə evinə girib illərlə orada komfortda yaşayarsan, həmin adam da gedər ömrünü kirayələrdə başa vurar və 65-70 yaşın üzərində də evin adamları sənə başqa bölgədə tikili hazır ev verirlər, amma sən deyirsən ki, yox, mən bu evdən çıxmaq üçün 10 min mənə, 10 min ona, 10 min buna verməlisən deyə. Mən bəli, o səs yazısına baxanda gördüm ki, yox, o belə üzərindən bəsit keçəcəyim bir şey deyildi. Açığın deyim ki, bu təpkiləri də gözləmirdim. Nə yalan deyim, sadəcə elə bilirsən ki, bir bomba partladı, neysə baş verdi. Və bir də onda baxdım ki, bütün hər yer Səidə Bəkir qızından danışır. Dedim, mən neynəmişəm, faktı göstərmişəm, üzərindən danışmışam və demişəm, yəni siz də jurnalistika fəaliyyətinə uzun illərdir məşğulsuz Ulvira xanım və siz də Biz sizlə danışırıq. Efirdə elə danışırıq düşünürəm ki. Və deməli, eşitmiş, məsələn, aldığımız müsahibələrdən də hamımız eşitmişik ki, məcburi köçkünlər hamısı bir nəfər kimi arzu eləyib ki, torpaqlar alınsın, mən torpağa qayıdım. Və bugün onu arzu eləyən məcburi köçkün artıq bazarlıq stilistikasına keçirsə, onda artıq mən belə deyək də, bu bəsit yanaşa bilmirəm. Orada düzdür, çox belə haşiyədən kənara çıxartdılar. Hamı haqqında danışıb, hamı haqqında. Ondan ümumiləşdirmə oldu. Ümumiləşdirmə oldu. Sadəcə o qədər ümumiləşdirirdilər ki, hətta mən özüm belə inanmağa başladım ki... Yox, sizin ifadənizdə ümumiləşdirmə oldu ki, çünki sonradan açıqlama vermişsiniz. 13 dəqiqəlik mən tam versiyanı bəli paylaşdım. Orada demişsiniz ki, mənə qarşı səfərbər olduğunuz kimi erməniyə qarşı səfərbər olsaydınız... Onu evdə çəkmişdim mən. Dedim, buradan sözüm bəzi məcburi köçkünlərədir. Bəzi sözü orada artıq gəldi. Bəli, birinci cümlədə yox, onu demişdi. Buradan sözüm bəzi. Çünki məcburi köçkünlərdən də məni çox-çox dəstəkləyənlər oldu. Düz deyirsən, məsəl üçün bərabər gələni filan yerdə filan qədər şey var, filan yerdə filan qədər şey var deyib, məni dəstəkləyənlər də oldu. Bugün də hələ o məcburi köçkünlərin bir çoxunun səs yazısı mənim telefonumda qalır. Amma bu korrekt bir məsələ idi ki, erməniyə qarşı səfərbər olardınız. Doğru ifadədir bu. Mən ümumiyyətlə nəyisə deyəndə heç vaxt düşünmürəm ki, mən yanlış demişəm. Mən nəyisə səhv deyəcəmsə ümumiyyətlə demərəm heç vaxt onu. Bəli. Çünki siz necə orada aşırı bir birləşmə olmuşdu, hansı ki heç onun yeri yox idi. Kimin evinə girməmisənsə, mənim sözüm sənə təsir etməməli idi.
İndi kiminsə evinə girən insanlar və çıxmayanlar, biz o qalmaqalları gördük. Hardasa 2-3 belə nümunə var idi. Bəli. Və müxtəlif kanallarda onu gördük. Və təbii ki, biz bunu xoşa gəlməz bir şeydir. Yəni heç cür xoşa gələ bilməz ki, kiminsə evindən çıxmayasan, xüsusən də dövlət evlər tikir, dövlət şərait yaradır öz torpağında. Amma orada deyəndə ki, erməniyə qarşı səfərbər olardınız, 90-cı illər yadıma düşür. Ordu yox, pərakəndəlik, erməni silahlı, güclü və torpağı basa-basa gəlir. Düzdürmü? Məcburi köçkün statusunu sonradan alanlar öz torpaqlarını qoyub çıxmağa məcbur olanların əlində silah yox idi. Onları qoruyacaq ordu yox idi və hərc-mərclik idi ölkədə. İndi bizim vahid ordumuz yox idi, bəli, bir vahid bir yerdən idarə olunmurdu, bəli. Biz qınaya bilərikmi məcburi köçkünləri? Haqqımız varmı? Mən əslində bu məsələnin üzərində çox dayanmaq istəmirəm ki, bir də bu belə deyək də o yatmış, sönmüş ocağı bir də qıcıqlandırmayaq. Sadəcə bir şey deyəcəm ki, Çingiz Mustafayevin çəkdikləri yəqin ki, sizin də yadınızdadır. Yadımdadır, bəli. Amma Çingiz Mustafayev də bilirdi ki, onların silahı yoxdur və onları qoruyacaq ordu yoxdur. Orada döyüşən çox adamın silahı yox idi. Amma istənilən halda döyüşən də, döyüşməyən də məcbur oradan çıxmalı oldu. Çünki silahsız idi. Ordu yox idi qorumağa. 44 günlük Vətən müharibəsində biz başqa mənzərəni gördük də. 44 günlük Vətən müharibəsində təbii ki, bu müstəqil Azərbaycan idi. Çox müasir standartlara uyğun qurulmuş bir ordu modelimiz var idi. Ən yüksək səviyyədə təchiz olunmuş bizim hərbi texnikalarımız, hərbi arsenalımız. Bu başqa bir məsələdir. Orada məsəl üçün bir kadr da var idi ki, bir qadın düşün aşağı, yekə kişisiz düşün aşağı maşından kişiləri yadımdadır. Rayonun adı da yadımdadır mənim. Amma yəni ona görə deyirəm ki, burada bəzi məsəl üçün şeylər var da, istisnalar var ki, məsəl üçün mən çox həqiqətən də orada belə aşırı birlik gördüm deyə mən düşündüm ki, bəli biz əgər belə bir ola biliriksə, demək ki, düşmən bizi əzməməli idi. Demək ki, biz onda bir ola bilməmişik. Əslində sözümün canı ondan ibarət idi. Bu əslində doğrudur, doğru bir fikirdir. Bir tərəfi ilə razıyam. Amma yenə deyirəm, ordu yox idi. O zaten hamımızın bildiyimiz bir şeydir də. Silahsız insanlardır. Bir çoxu kənddə yaşayandır. Həyatı boyu müharibə görməyiblər bunlar. Həyatı boyu silah tutmayıblar əllərində. Və üstünə ordu gəlir. Mütəşəkkil gəlirlər. Silahlı gəlirlər. Nifrət dolu gəlirlər. Bu insanlar bilərəkdən gözü yumulu qalıb orada ölməli idi. Valla nə bilim, mənə görə vətən qeyrətli, torpaqda namuslu. Bir mənalı şəkildə. Bir mənalı şəkildə. Ona görə də lazım olsa, bəli, uğrunda can verməyə də hamı hazır olmalıdır. Çünki bizim 1-ci Qarabağ savaşında çox sayda milli qəhrəmanımız var. Onların da yeri gələndə silahları yox idi, sursatları yox idi, düzdürmü? Adını Azərbaycan tarixinə yazdıran əzbər bildiyimiz oğullar var 1-ci Qarabağ savaşında. Yəni kənddə yaşayan insanlar bu müharibəni aparmalıydılar. Yox, bilirsiniz necə? Mənim bugün, bax, konkret öz evimdən danışıram da. Mən Sumqayıt şəhərində yaşayıram, 17-ci mikrorayonda. Kimsə gəlib, bəli, kimsə gəlib evimə basqın eləyirsə, mən qapımı açacağam ki, gəlin, girin, basqın eləyin, məni də qovun. Mən bir mücadilə aparmalıyam da, düzdürmü? Mənim də evimdə silahım yoxdur, sursatım yoxdur. Amma mücadilə aparmalıyam da. İnsanın özünü qoruma instinkti var da. Məsəl üçün, biz gedəndə görürsünüz, sağımıza, solumuza ehtiyatla baxırıq ki, kimsə gələr, tutaq ki, çantamızı götürər, aparar, məsələn, deyirəm. Və yaxud da ki, nə bilim, başımdan vurar, boynumdakı qızıl sepi aparar, məsələn. Biz özümüzü qorumalıyıq da. Yəni, biz bugün evimizi qoruya bilmiriksə, onda mən məsəl üçün düşünürəm ki, tutaq ki, bunu indi məcburi köçkünlər üzərindən demirəm, amma ümumiyyətlə deyirəm, baxın, öz evim üzərindən çəkirəm ki, biz evimizi qorumalıyıq da, biz balalarımızı qorumalıyıq da. Amma biz hansısa bir şəkildə özümüzü müdafiə etməliyik. 1-ci Qarabağ savaşında da bu şəkildə müdafiə olunmalıydı. İstəyir ov tüfəngi ilə, istəyir, nə bilim, yaba ilə, istəyir dəhrə ilə, istəyir dəryazla, bundan gedir söhbət. Hamısını yığmışdılar. Hamısını ev və ev gəzib Qarabağda yığmışdılar. Bizdə heç bir silah qalmamışdı. Nadirən kimsə gizlətmişdi, o silah qalmışdı əlində. Mən bunu nəyə görə deyirəm? Bir də altını çizmək istəyirəm ki, bizdə silah yox idi, bizim əlimizdən almışdılar. Biz dəhnəyini dediyim, bax, o idi əlimizdə. Nə bilim, oraq idi. Amma o tankla gəlirdi. Yəni biri var ki, yəni tankın altına uzanıb ölə bilərdik də və yaxud da ki, bilərəkdən özümüzü
öldürə bilərdik. Yəni o tankın qabağına çıxmaq, o özünü öldürmək bilavasitə, yəni ümumiyyətlə nəyə görə bu həm də düşünürəm ki, qıcıq yaratdı? Çünki istənilən məcburi köçkün mənim də, sizin də, bax studiyada 2 operatorumuz da var. Onların da çəkdiyi, ümumiyyətlə hər kəsin çəkdiyi əziyyətdən çox əziyyət çəkib. Çünki onlar illərlə yığdığını, umudlarını, sevgilərini, həyatlarını, hər şeylərini, gələcəyə umudlarını, hər şeyini qoyub orada çıxdılar. Allaha pənah. Kimsə dondu, öldü, kimsə öldürdülər, kimsə arazdan keçdi və çox çətin günlər yaşadılar. Gəldilər burada biz görmədiyimiz, bizim arxamızda valideynimiz olub, oxumuşuq, gəlmişik. Hər kəsin arxasında nəsə də onlar dayaqsız gəliblər. Dövlət də hələ onda dayaq olmurdu. Sonraya yavaş-yavaş dayaq olmağa başladı. Bizim haqqımız varmı onları qınamağa? Bu qədər əziyyət çəkən insanları. Gəlin bir şey deyim də Ülvira xanım. Məsəl üçün Azərbaycanın bəzi bölgələri var ki, sel gəlir və insanların illərlə yığdığını, qurduqlarını darmadağın eləyir, gedir. Bugün də hələ onların bəziləri var ki, yenə də evlərini ortalığa çıxara bilməyiblər. Bir anın içində insanlar var ki, onlar da illərlə qruplar yaradıblar, amma bir anın içində yanır, kül olur. Heç nəyini çıxara bilmirlər. İndi gəl belə bir şey deyim. Mən birinci qınamağa heç kimi qınamamışam və o çıxışımın da əvvəlində də demişdim ki, çox acılı günlər yaşayıblar. Məcburən onlar öz ata-baba yurdlarından qaçmağa məcbur olublar. Demirəm ki, istəyərək çıxmısınız. Deyirəm ki, məcbur çıxmısınız. Bəli, bu ifadələr məcbur vardı. çıxmısınız. Bəli, öz xoşunuzdan çıxmamısınız, amma bugün öz xoşunuzdan qayıtmırsınız deyəndə bəzi bir kəsim var idi ki, onları nəzərdə tutmuşam. Çünki həqiqətən də burada öz komfortunu quran bir yaşlı nənə danışdı yadınızdadsa. Dedi, ay bala, mən nə işim var Füzulidə? Mən ev nəyəcəm nənən qurban? Mənim 70 yaşım var. Başa düşürsünüz, elə şeylər var ki, siz bizim problemimiz nədən ibarətdir? Biz reallığı deməkdən qorxuruq. Amma niyə qorxuruq ki? Bugün tutaq ki, deyirəm də, mən buna görə həyatı təhlükəm varsa. Varmı? Məsələn deyirəm də, varmı deyəndə çox hədə qorxu gəlində əslində mənə sosial şəbəkələr üzərində. Amma mənim məsəl üçün bu məsələdə də yanaşmam fərqlidir. Mən kiməsə hədə qorxu gəlmərəm. Mən kimdənsə bir acıq almaq istəyərəmsə, və yaxud da ki, kiminsə mənim haqqımda dediyi bir şeyin cavabını almaq istəyərəmsə, çıxaram qarşına deyərəm, verim cavabımı. Üzümə bax denən haqqımda. Mən heç vaxt kiməsə hədə qorxu gəlmərəm. Eləyərəmsə, qabağına çıxıb eləyərəm, bu qədər. Yəni, bilmirəm, bəlkə də biraz mənim xarakter baxımından, məsəl üçün, mənə mamam dedi 50 dəfə, nə bilim, qaynanam deyir 50 dəfə, əmim oradan deyir, bibim oradan deyir bir tərəfdən. Danışma, danışmayasan, sən həyatın üçün qorxuruq, nə inirik? Dedim, vallahi hələ heç kim gəlib mənim qarşıma çıxmır. Tərəbəylikdir bəyəm. Yo, bilirsiniz necə? O, indi bilmək olmur da kim hardan necə çıxacaq, nə inəyəcək. Yəni, mən nə demək istəyirəm? Hər səhər mən işə gələndə, hər səhər də anamın mənə dediyi şey, maman qurban danışma, maman qurban danışma. Deyirəm, mən bir gün danışmayacamsa, o zaman ümumiyyətlə efirə çıxmayacam. Nə inirəm ki? Qıdı oynayan aparıcılar. Nə qədər istəyirsən. Hara istəyirsən onlardır. Biz də danışmayaq. Nə olacaq? Yəni biz nə verəcəyik, belə deyək də, o gələcəkdə cəmiyyətə filana nə ötürəcəyik? Yəni biz özümüzdən sonra nə qoyub gedəcəyik ki? Sizin davranışınız şillədən keçir. Siz cəmiyyətə şillə vurursunuz. Və şillə ilə yəqin ki, düzəldirsiniz. Çünki dediyiniz kimi bəzi şeyləri deyən adamlar lazımdır da. Müəyyən mənada sizin demək istədiyinizi bəlkə də hamımız nə vaxtsa demək istəmişik. Amma ictimai rəydən çəkinmişik və yaxud da ki, günahkar çıxmaqdan çəkinmişik və sözümüzü yatımına demişik. İndi sizə necə ananız öyrədir? Mənim anam da ömür boyu, nə qədər ki onu bilirəm, nə qədər ki efirə çıxıram, həmişə deyir, qızım sözü yatımına, yatımına. Tərsinə yox, yatımına deginən. Onda yeyilir söz. Adamlarla bağlı. Orada bütün gecəni və səhəri mən axtarmışam ki, sırf ağdamlara aid nəsə bir təhqiramiz ifadə işlətmisinizmi, yoxmu? Həmin o 16 Orada yaşlı heç nə yox idi. Sadəcə o rəsmi xəbər idi. Rəsmi xəbəri səsləndirmişdim və sual vermişdim ki, həmin 4 nəfər də Ağdamlıdırmı görəsən? Yəni Ağdam adına utanc bir şeydir. Bir qızın üzərində 4 nəfərin təcavüzü, bilmirəm. Bəlkə də xəbərdə qarşınıza çıxmışdı. Yəni bunu sadəcə mən sizə deyim də, biz həqiqətən çox fürsətçilik. Hələ gəzsən bizim bəzilərimizi tapa bilməzsən.
başqa ölkələrdən, başqa dövlətlərdən ki, biz o qədər fürsətçilik. Və o fürsətçilər elə oturmuşdular, güdürdülər ki, görək Səidə harda nə dedi. Və bugün artıq bəzi insanlarda belə bir şey yaranıb ki, sən ümumiyyətlə Qarabağla bağlı heç bir xəbər oxuya bilməzsən, heç bir xəbərə şərh verə bilməzsən, ümumiyyətlə Qarabağın adını çəkə bilməzsən. Hətta mənə sosial şəbəkələrdə yazırdılar ki, sənin ayağın Qarabağa dəyə bilməz. Bu yaxınlarda bilirsiniz ki, biz Zəfərin 5 illiyini qeyd etdik. Mən Qarabağa getdim, Xankəndidə oldum, Şuşada oldum, Laçında oldum. Və mən o paylaşımları eləyəndə kim ki, səni Laçına gəl hələ gör biz buraxacağıq deyənlər, o necə oldu siz Laçına getdiniz, qayıtdınız? Bizim xəbərimiz olmadı. Deyirəm, baxın, mən sizin bir çoxunuzdan fərqli olaraq o qədər alnı açığam ki, və mən heç vaxt fürsət tapan kimi kimisə vurmamışam həyatda. Yenə deyirəm, sözüm olubsa qarşısına çıxmışam, kişi qızı kimi demişəm. Bizim mərd olmaq üçün mütləq oğlan doğulmaq, kişi doğulmaq lazım deyil həyatda. Mən o qədər kişilər gördüm ki, onlar ancaq namərdlik elədilər. Ancaq namərdlik elədilər və mən sosial şəbəkələrdə baxıram. Ötən gün bir idmançı oğlanın mənimlə bağlı paylaşımı qarşıma çıxıb. Deyir ki, Laçınlılar haqqında danışır, qızıllarını da taxıb boynuna. Mən ümumiyyətlə qızıl sevən deyiləm, nəsə taxaramsa büjiseriya taxaram. Və Laçında elə oğlanlar var ki, yəni nə demək istəyirsən ki? Sonra girib profilinə baxmışam, görürəm ki, idmançı yazıram ki, bax, sənin üzündə saxladığın saqqala, çiyinlərbi ki, belə şişirtmisən ha. Ona baxıb deyirəm, o qədər utandım ki, yəni sən bu görkəmdə o qədər cılızsan ki, mübarizə apar, amma normal mübarizə apar da, qızıllarını da taxıb sən arvad qeybət eləyirsən. Və sən o ringdə vurduğun, yıxdığın, ay medallar belə nə bilim nələr. Deyirəm, sən qolunun gücünə inanırsan. Mən sözümün gücünə inanıram. Çünki mən heç vaxtı heç kimin haqqına girməmişəm. Heç vaxt heç kim haqqında yalan danışmamışam. Həmişə də nə demişəmsə, faktı göstərib danışmışam. Ola bilsin ki, aşırı şərh eləmişəm bunu, bu ola bilər. Kəskin şərh eləmişəm. O xarakterdən asılı olan bir şeydir də, Elvira xanım. Yəni mən həyatda ümumiyyətlə belə mülayim, belə sakit, öz dünyası olan adam deyiləm. Öz dünyası adam deyiləm. Mən hamının problemini həll edən və heç vaxt öz problemimin üzərinə qayıtmayan birisiyəm. Amma çox təəssüflənirəm də bu xarakterə görə də, onu da deyim ki, heç emosional olmaq yaxşı bir şey deyil. Bakı çox doludur, boşalmalıdır. Valla o ilə bağlı indi durum mən konkret nəysə deyim, amma ki Bakı doludur da, bunu hamı bilir də. Məsələn deyirəm də, tutaq ki, mən Sumqayıtda yaşayıram, mən niyə gəlib Bakıda işləməliyəm ki? Ən birinci iş yerləri olmalıdır da, paytaxtında boşalması üçün. Məsələn, regionlardan çox üst tuturlar, gəlirlər Bakıya. Məsələn, mən də istəyirəm də evimin yanında işləyim. Niyə mən hər gün düz indi səhər tezdən saat 5-də çıxıram evdən deyə mən tıxac filan görmürəm. Gedəndə də 2-də gedirəm, yenə tıxac filan görmürəm. Amma ki mən ömrümün 10 ilinin hər gün 3 saatını, saat yarım işə gələndə, saat yarımda işdən gedəndə tıxacda keçirmişəm. Əlbəttə ki, Bakı. Bütün iş yerləri Bakıda cəmləşibsə, əlbəttə ki, Bakı sıx olacaq. Bu dalğa səngidir ki, Qarabağlılara qarşı danışırsan, nə bilim, neyinirsən, düşməsən Qarabağlılara. Səngidə yoxsa hələ də davam eləyir nəsə belə? Valla ara sıra belə sosial şəbəkələrdə qarşıma çıxır. Qarabağlı mənim üçün fərqi yoxdur. Cənublu, qərbli mənim üçün fərqi yoxdur. Hətta məndən soruşanda ki, sən haralısan? Deyirəm ki, Azərbaycanlıyam. Deyirlər ki, yox, Səidə xanım, əslən haralısınız? Deyirəm ki, əslən də Azərbaycanlıyım. Görürəm ki, yox, mütləq atam hardandısa onu soruşmaq istəyir. Ümumiyyətlə bizdə var axı, dərhal da hara. İndi bu deyəndə ki, Qarabağlılara qarşı belə eləyirəm. Mən ümumiyyətlə heç Qarabağlı kəlməsi işlətməmişəm orada. Bilsən, yenə də deyirəm də, o fürsətçil adamlar, o suç özündə də amma başqasının üzərinə yıxsın, bundan getsin, o şeyi yaratmaq istəyənlər əslində burada bir şeyə başladılar, burada birləşdilər, biz belə eləyək, biz eləyək. Mən açığın deyim ki, yəni çox utandım bəzi müsahibələrə baxanda. Məsəl üçün 70 yaşında, 65 yaşında olan mənim izləyicilərim var idi. Özləri birinci cümlədən deyirdilər ki, Səidə xanım, indiyə qədər nə demisinizsə, sizi dəstəkləmişəm. Hətta bir izləyici var idi, dedi ki, səni bu həyatda ən çox sevən 2 adam varsa, inan ki, onun biri mənəm, amma ki, mənə toxunana qədər. Mən onda da dedim, bu həyatda insanlar səni də Elvira Qarayeva, məni də Səidə Bəkir qızını da təmənnalı sevirlər. Bu həyatda təmənnasız sevgi yoxdur. Və mən onların marağına toxunmuşdum deyə, onların bir çoxu dünənə qədər mənə var ol evli qızı, naziri tənqid eləyə bilirsən, icra başçısını tənqid eləyə bilirsən, bələdiyyəni tənqid eləyə bilirsən, haqqına girən adamlar kimdirsə tənqid eləyə bilirsən. Var ol el qızı, birdən-birə el qızı
Çöndə oldu düşmən. Niyə? Çünki onların maraqlarına toxunmuşdu. Və mən ona görə deyirəm ki, bir şeyi ki, həyatda insan dili ilə deyir ki, mənə toxunana qədər mən səni sevirdimsə, yenə də deyirəm ki, sən də danışmayacaqsan. Amma bir də gələm üzərinə ki, danışmayacaqsan. Bir də görürəm ki, danışıram. Bəli. Bu nazir tənqid eləmək, icra başçısını tənqid eləməklə deyə bilərəm ki, bir mənalı şəkildə tamaşaçının rəğbətində qazanmısınız. Çünki hamı bunu eləmir. Çünki insanların sözünü deyən adam kimi həmin indi o mövqedəsiz. Amma bəzən mənə elə gəlir ki, daha çox rəğbət qazanmaq üçün də bunları eləyirsiniz, yox? Yox, heç zərrə qədər inanın ki, zərrə qədər mən heç vaxt düşünməmişəm ki, bunu deyəcəm. Nə qədər insan, mən bir də onda baxdım ki, sosial şəbəkələrdə nə qədər məddəsi. Bu son hadisədən sonra mən gördüm və biz belə bir kampaniya başlatdılar. Biz Səidə Bəkir qızını deputat kimi görmək istəyirik, deputat olmasına hə deyənlər filan belə bir şeylər başlatdılar. Mənim izləyicilər. Mən onda bildim ki, valla dünənə qədər deyirdim ki, mənim kimim var ki, məni kim deputat eləyəcək ki? Düz deyə, mənim Allah yəni dünyasını dəyişən valideynlər rəhmət eləsin. Atam olub, düz indi o artıq 15 ildir. Allah rəhmət eləsin. Dünyasını dəyişib, ölənləriniz rəhmət. Hətta atam sağ olsaydı da belə, yenə də atamın o gücü yox idi ki, yəni məni qarşıya çəksin də harasa. Mən bugünə qədər nə etmişəmsə, hamısı öz gücüm olub. Heç kim deyə bilməz ki, Səidənin əlindən məsələn tutub, buradan biz bura gətirmişik də. Ona görə bəzən mənim haqqımda belə maraqlı şeylər danışır. Bu filan kəsi filan. Hərdən zarafatla deyirəm ki, o filan kəsi çıxardın ortalığa, nə olar mən də görüm. Axı mənim də onu görmək haqqım var. Necə olur ki, bu qədər siz şeylər deyirsiniz? Siz hamısını bilirsiniz, amma mənim xəbərim yoxdur. Amma sonra başa düşdüm ki, o gerçəkdən də sən bir söz sahibi ola bilirsənsə, sənin əqidən varsa, sən həm dövlətçisən, həm də ki, neqativləri ortaya qoya bilirsənsə, sənin deputat olmaq haqqın da var. Düzdür, bilmirəm, yəni belə deyək də, gələcək perspektivdə bu olacaq, olmayacaq. Növbəti seçkilərdə gözləyək. Bəlkə də bəli, özümü sınamaq üçün belə bir namizədliyimi verərəm. Demək olar ki, bu kampaniyalar ki, sizə qarşı oldu, demək olar ki, bu həm də kiminsə təşkilatlandırdığı bir şeydir, mütəşəkkil şəkildə idi. Və yaxud da ki, sualı başqa cür verim. Sizi istəməyənlər bunu eləyə bilərdimi həmkarlarınızdan? Valla həmkarlarımdan açığı deyim ki, Ülvira xanım, yəni mən bəzi paylaşımlar gördüm. Mən məsəl üçün o həm karlarım var idi ki, mən onlara artıq həmkar kimi baxmıram. Həm karlarım var idi ki, onlar baxılsınlar, onlar izlənsinlər deyə elə bir aya yaxın Səidədən danışdılar. Çağırdıqları qonaqlara şərait yaratdılar. Amma ki, mən heç vaxt onu özümə yaraşdırmaram. O işin sonunda ölümdə olsa belə, mən heç vaxt hansısa həmkarımı, əgər o həqiqətən də jurnalist kimi potensialı varsa, bugün özünün bir mövqeyi varsa, bir yolu varsa, məsəl üçün çox adam çıxıb efirdə veriliş apara bilər də, amma onlar aparıcı deyirlər ki. Kiminsə sponsoru var, kiminsə dayısı var, kiminsə dəstəkçisi var, bugün gəlib efirdə veriliş aparırsa, yox, mən heç vaxt yəni onları dəstəkləmərəm. Əksinə həmişə onları tənqid eləmişəm, bundan sonra da tənqid eləyərəm. Amma məsələn, Ləman Ələşrəf qızının dediyi bir sözü kimsə səhv anlayarsa və yaxud da ki, haqlı olduğu yerdə onu haqsız duruma düşürməyə çalışarlarsa, birinci onun haqqında video çəkib ona dəstək olacaq adam mən olaram. Bu mənim şəxsiyyətimdir ona görə. Amma məsəl üçün mənim heç xoşuma gəlmədi, çox-çox üzr istəyirəm. Onlar efirlərinə gələn, tək Ləman Ələşrəf qızı deyil də, başqa-başqa adamlar da vardı. Onlar efirlərinə gələn adamlara maksimum şərait yaratdılar ki, o adamlar məndən danışsın. Mən bunu bilmirdim. Yox, mən belə şoka düşürdüm ki, yəni nə düşüb də bunlar. Bayaqdan danışdığınızda mənə elə gəlirdi ki, siz deyəcəksiniz ki, Ləman mənə dəstək oldu. Elə olmuyor. Yox, mən açığı o hissələr ki, məsəl üçün mənə yönləndirdilər. Mən çalışırdım ümumiyyətlə baxmayım. Çünki gerçəkdən mən deyirdim ki, yəni niyə axı sən də bilirsən mən düzünü demişəm.
Amma ki məsələn onların bu şəkildə, məsələn bir Yeni Sabahdır səhv eləmirəmsə, orada bir yalan xəbərlər boy-boy tirajladılar. Mən qovulmuşam və başlıq çıxardılar. Məcburi köçkünləri təhqir eləyən jurnalist və o ilə bağlı video çəkirəm ki, bu gün əgər bir saytın baş redaktoru hələ təhqirlə tənqidi seçə bilmirsə, görün bizim nə vəziyyətdə olan saytlarımız var. Amma kanalın fəaliyyəti 6 saatlıq dayandırılmışdı, düzdürmü? Bəli, dayandırılmış, amma bu yəni müəyyən kanallarda, bütün kanallarda demək olar ki, yəni bu baş verən bir şeydir. Burada bir ifadədə var idi. Ayrımçılıq, bölücülük kimi belə bir istifadə olunmuşdu. Tam olaraq indi o ifadəni xatırlamıram. Amma yox, onu elə vermişlər. Əslində elə bir ifadə yox. Məsəlcə o dediyim Ağdam məsələsi idi yenə də. Hə, nifrət ritorikası deyil və o insanları qruplara ayırmaq və insanların arasında mübahisə yaratmaq deyildi, elədiyiniz. Baxın Ülvira xanım, sizə bir material gəlir. Tutaq ki, məsəl üçün deyirəm də, Sumqayıtda bir hadisə baş verib. 15 yaşlı bir qızı, yeniyetməni 4 nəfər zorlayıb. Hadisə Sumqayıtda baş veribsə, siz deyə bilərsiniz ki, məsələn deyirəm də, Neftçalada niyə belə hadisə olub? Ay Allah, aydın məsələdir. Bunlar tamamilə razıyam bununla. Amma həm bu iki qalmaqallı hadisəni birləşdirərək deyirəm. Heç zərrə qədər. Nifrət ritorikası yaratmaq deyildi. Ümumiyyətlə, siz necə? Ağıllı adam niyə özünə nifrət qazanmalıdır ki? Yəni bir şey ki, o hadisə ondan əvvəl baş vermişdi. Başqa bir şey deyirəm. Cəmiyyətdə nifrət qradusunu qaldırmaq deyil, ayrımçılıq, qarşı durma qradusunu qaldırmaq deyil. Yox, mən yenə də deyirəm, bir rəsmi xəbər gəlibsə ki, bu hadisə baş verib də, mən bu hadisəni oxumayacağam ki, hansısa məsələn deyək də, tutaq ki, Ağdamlının xoşuna gəlmir kimi. Xəbər oxuyursunuz. Xəbər oxuyursunuz. Baxın, şərhində nə var idi? Sual verirəm. Görəsən 4 nəfər də Ağdamlıdır. Çünki mən düşünürəm ki, məsələn, hadisə Ağdamda baş veribsə, bu 4 nəfər də oradasa, qız da oradasa, yəqin ki, Ağdamda yaşayanlardır da, düzdür. Sonra dedilər ki, oraya işləməyə gedən adamlar da filan da, amma hər nə fərqi yoxdur da. Bizim jurnalist olaraq sual vermək birinci dərəcəli işimizdir də. Biz sual veririk də. Və bu sualda heç nə yox idi. Yenə də deyirəm, o mütəşəkkil ki, bu heç nə olmayan yerdən belə bütün şeyləri belə şişirdən, o yan bu yan eləyən adamlar üçün sadəcə bir fürsət idi. O fürsəti də orada yəni mən ələ verdim. Yəni cəmiyyətdə nifrət qradusunu qaldırmayan açıqlamalarıdır deyirsiniz? Yox, mənə görə bəli. Mən çünki istənilən xəbər oxuyub onun şərhini verirəm də. Bu məsələn Sumqayıtdan da ola bilər, Bakıdan da ola bilər, Qazaxdan da ola bilər, nə bilim Gəncədən də ola bilər. Bu normal bir şeydir və orayla bağlı mən sual verə bilərəm. Sadəcə o dönəm üçün yenə də deyirəm, o ay Qarabağlıları belə elə hansı ki, mən heç Qarabağ kəlməsi işlətməmişdim orada şərhi verəndə ki, onu da bir başqa cür səmtini dəyişdilər, neynədilər. Elə o dediyiniz kimi bir qruplaşdılar, xüsusi WhatsApp qrupları, hər bölgə öz WhatsApp qrupuna atdı ki, Səidə ilə bağlı video çək filan. Bu özünə jurnalist deyən birisinə də mən sual verdim. Çox bu Zamiq Quliyev var. Sonra mən soruşdum, bu daha çox materialları filan paylaşır. Bu TikTok üzərində qarşıma çıxmışdı. O belə durmadan məni paylaşdı. Ondan əvvəl də dediyim sözlərdən video çəkirdi ki, Səidə Bəkir qızı burada düz deyir. Bunun yanaşması belə deyil. Sonra da gördüm ki, ümumiyyətlə həyat tərzi başdan ayağa çox üzr istəyirəm, amma əxlaqsızlıqdan ibarət olan və elə geyimləri də onu bağıran biriləri də var idi ki, qadın bu belə deyək də görüntüsündə mənimlə bağlı videolar. Yox, elə qadın idi. Mənimlə bağlı video çəkirdi. Güya ki, buna da təsir eləmişdi filan. Ümumiyyətlə, yəni o qədər biabırçı həyat tərzləri var. Onlar da mən TikTok üzərindən görmüşəm deyə. Yoxsa belə şəxsi olaraq tanımıram. Çünki canlı yayım açanda sənin ağzından çıxan ilk kəlmə sənin artıq kimliyini bildirir də. Gördüm ki, o qızcığazı da paylaşıb. Onunla artıq mən ona yazdım ki, bax, mən tənqidə açıq adamam da, amma heç kim mənim şəxsiyyətimə toxuna bilməz. Çünki mən danışanda heç kimin şəxsiyyətinə toxunmuram, heç kimi alçaltmıram, heç kimi təhqir etmirəm. Mən yenə də deyirəm, faktı göstərib tənqidimi deyərəm, bir də ki, mövqeyimi ortalığa qoyaram ki, bugün mənə görə kimlərə ev verilibsə orada yaşam təmin olunmalıdır. Mənə görə bu bundan ibarətdir. Mənim sualım budur ki, bax, bu məsələni deyəndə ki, evlər verilib, niyə qayıtmırsınız? Bilərəkdən çıxmamısınız, istəyərəkdən çıxmamısınız, amma istəyərək qayıtmırsınız. Və bu sizin ifadələriniz necə hesab edirsiniz? Cəmiyyətdə məcburi köçkünlərə qarşı nifrət deməyim, tənqidləri, tənələri artırdımı? Bayaq siz dediniz ki, zamanında
hamımızın ürəyindən keçib demək, amma deyə bilməmişik ki, ictimai qınaq var, Sırf nə bu var, nə məsələyə var. aid demirdim, ümumiyyətlə deyirdim. İndi sırf bu məsələyə də mən deyim ki, bəli, çoxu var idi ki, bu şeyləri dilə gətirməmişdi. Çünki ondan sonra mənə çox sayda müraciətlər oldu. Səidə xanım girib evimə, başqa yerdə evi də var. Bildirəm də evimdən çıxmır, xahiş edirəm gəlin, çəkin. Dedim, mən ümumiyyətlə bu mövzuya toxunmayacağam. Və mənə saysız hesabsız bununla bağlı müraciətlər gəldi. Sualımın cavabı. Və indi mən sizə bir şey deyim də. Hətta o insanlar belə mənim o çıxışımdan sonra ürəkləndilər ki, mənim də evimə gəlib girib 30 ildir çıxmır. Cəmiyyətdə məcburi köçkünlərə qarşı tənələri və Tənə məsələsi yox, sadəcə insanlar cürətə gəldilər, gördüklərini dedilər. Bu qədər deyərəm. Mən onu demirəm, tənədirmi, tərifdirmi, nifrət ritorikası yaranmadı. Bilirsiniz necə, nifrət ritorikası deyəndə bəzi şey var ki, məsəl üçün, adam var ki, yanından keçib salam versən, deyir ki, yox, o salam mənə belə bir tər verdin. Amma baxırsan ki, bir tər verməmsən, deyil, normal salam deyib keçimsən. Məsələn, insanların o məsələlərə şəxsi yanaşması var. Bir də ki, o manipulyasiya etmək filan məsələləri var ki, burada da yəni kifayət qədər çox bacardı bəziləri onu. Yəni bunu deyə bilərəm. Bu əslində nifrət ritorikası deyil. Sadəcə məsələn çox adam var deyirdi ki, adam düz deyir də. Sualımın cavabını aldım. Televiziyada nə baş verir? Razısınızmı televiziyada? Yox. Qətiyyən. Ən çox tənqid elədiklərinizin içində Zaur Nəbioğlunu görürəm. Niyə tənqid edirsiniz onu? Əslində ən çox yox, bu 2 dəfədə o ilə bağlı. Mən ümumiyyətlə o səpkili veriliş aparılanların hamısı olsun. Hamısını tənqid eləyə bilərəm. Ola bilsin ki, onlar da mənə tənqid eləyə bilər, normaldır. Amma mən düşünürəm ki, siz necə televiziya çox kütləyə xitab eləyir də. Və biz bugün bu vəziyyətdə olmamalıyıq. Məsələn deyək də, bizim Türkiyədəki kimi yüzlərin üzərində televiziyamız yoxdur ki, bizim barmaqla sayılacaq 10-15 televiziyamız var. Məsələn deyək, 10 televiziyanın 8-i də bugün ailənin mətbəxini ortaya açır, qoyur. Nə bilim, yenə də bu məsələyə toxunacağam. Gəlin evdən gecə ilə uşaqlarını yatlı qoyub necə qaça bilər göstərirsə. Yol göstərir qaçmaq istəyən gəlinlərə bir mənalı şəkildə ki, belə qaça bilərsiniz gecə saat 2-də, hamını yatızdırın, yuxuya verin, evdən qaçacaqsınız. Və yaxud da ki, bir Azərbaycan kişisi bugün gəlib deyir ki, yoxdur, uşaqlarımın anasıdır. 10 günlük gedib xəbərim yoxdur, hardadsa qəbul edirəm. Azərbaycan kişisi modelini nə günə qoyuruq? Yüksəkdən götürüb çırpırıqmı yerə? Budur Azərbaycan kişisi, bu deyil də Azərbaycan kişisi. Və mən bunların əleyhinə, biz necə? O sosial veriliş aparmaq olar da, amma hər şey öz qədərində gözəldir. Bugün məsələn Zaur Nəbioğlu deyir ki, bir müğənniyə də aktrisa alğım var. Hə, İncəsənət Universitetini bitirmişəm. Bir dənə yeriyə yıxıl da məsəl üçün. Və bugün müğənni onu özünə də yaraşdırsa, gəlir sərələnir. Mən ona görə tənqid elədim də. Niyə tənqid elədim? Dedi, get elə bilirsən ki, ayağın ilişir və sən yıxılırsan. Bu da gəldi, şarap deyə özünü uzatdı yerə. Mən onda bir cümlə yazdım ki, əslində onun, çox üzr istəyirəm, alt paltarını görmək istəyirdilər, amma təəssüf ki, bu dəfə görünmədi. İndi sizə sual verim. Özünə hörmət edən bir kişi aparıcı, bir qadın müğənniyə, istəyir 18 yaş var, istəyir 25 yaş var, istəyirsə də ki 55 yaşı var. Niyə deməlidir ki, yeriyə, gəl uzan burada. Və o müğənni o qədər özünə hörmət qoymur ki, orada oturan 5 qonağın yanında belə sərələn. Başa düşürəm, aktyorluğu bitirmək olar. Amma yenə də deyirəm, yəni orada aktyorluğu göstərməyə mütləqmi yıxılaraq, nə bilim sən yarğında çöldə qalaraqmı nail olmalıyıq biz ona? Və yaxud da ki, hansısa bugün ana gəlir, düşür aparıcının ayağının altına. Göydə Allahdır, yerdəsənsə, niyə anaları alçaltmalıyıq biz efirdə, nəyə görə? Və mən bir mənalı şəkildə deyirəm, öz anasına hörmət qoyan aparıcı heç kimin anasını orada ayağının altına salmaz. Kimin istəyir xətrinə dəysin, kimin istəyir xətrinə dəyməsin. Yenə də mən qalmaqalları sürükləyir. Amma bilsiniz, bıraxam, bu mənim mövqeyimdir də, bu mənim mövqeyimdir. Mənə məsəl üçün deyirlər ki, bir müddətdən sonra sən də sosial verilişə keç. Çünki o səndə çox gözəl alınır. Keçərsin. Deyirəm, dünənə qədər tənqid eləyirəm, bugün mən onlardan biri olacağam. Eləyərsinizmi? Mən olmaq istəmərəm onlardan biri. Heç vaxt. Heç vaxt. Bilirsiniz necə? Mən onu kontekstdən çıxartmayaraq, gerçəkdən də orada bir müəyyən qədər problemi olan birisinin üzərində qəhrəman obrazı yaradıb, aylarla onu müzakirə eləyərək yaratmarım bu verilişi. Niyə qınayırsınız? Verilişləri mi, yoxsa kimi? Həmin o verilişə gələn, saat 2-də qaçan, nə bilim, şəxsi həyatı alınmayan insan öz problemi ilə gəlir verilişə. Onu niyə qınayırsınız? Öz problemi ilə verilişə gəlmək başqa şeydir. O gəlib
nə bilim, o dilə gətirilməyəcək, o özəl şeylər var ki, məsələn, onu danışmaq, milyonluq kütləyə çatdırmaq bu başqa bir şeydir. Bax, xatırlayırsınızsa, Azərbaycan televiziyasında Nailə xanım İslamzadənin Ailələr Talelər verilişi var. O verilişdə mən işləmişəm. O da əslində, yəni demək olar ki, o talelərdən danışırdı da. Əslində o ilk sosial verilişidir Azərbaycan televiziyasında. Amma necə idi onun çəkisi, necə idi onun baxımlılığı? Mən belə oturub onu izləyirdim. Sizcə indi o izlənilər? Amma indi izlənilməz niyə? Çünki biz artıq hər şeyin ifrat açıqlığını görmüşük və ona alışmışıq deyə. Bir dənə statistikada tutaq ki, deyək də, biri var ki, aşırı açıq geyinən bir müğənnini də çıxart, bir dənə də qapalı geyinən müğənni ilə bağlı. Hadi sosial şəbəkələrdə paylaşım eləyək. Görək hansına daha çox baxılacaq. Başa düşürsünüz, biz artıq elə bir yola çıxmışıq ki, oradan geri dönüşümüz də çox çətin olacaq. Mən ona görə tənqid edirəm ki, bu gün biz nə təqdim eləyirik? Bugün bizim aparıcılarımız qonaqlarını ələ salırlar. Bir aparıcının ixtiyarı var qonağını ələ salmaq. Məncə istənilən adam icazə verirsə ki, onu ələ salsınlar, aparıcının da ələ salmağa ixtiyarı var, hər kəsin ixtiyarı var. İnsan özünə hörmət eləmirsə və o hörməti qoydurmursa, mən də qınayırdım. Bilirəm kimdən söhbət gedir. Amma o efirə gələn adam, məsələn, siz deyirsiniz, dərdini götürüb gəlir axı. Amma o demir ki, mənim dərdimin üzərində şou yarat. O məsələ var axı. Dərdini götürüb gələni demirdim. Mən müğənnini ələ salan və alçaldanı deyirdim. Bir müğənni deyir ki, o verişlərdə hər gün eyni şey baş verir. Müğənni alçalmağa meyillidirsə və buna özünə rəva bilirsə və bu mövqedə çox rahatdırsa, çağır gəlsin Dənkəroğlu. Niyə rahatdır? Mən sizə deyim. Çünki ciddi adam deyil həyatda və onların müəyyən qədər özlərinə görə problemləri var. O sosial verilişlərə çıxan bəziləri. Televiziyanın başqa bir problemi var. Sosial şəbəkə, istənilən sosial şəbəkə o qədər açıqdır ki, kələm kimi açılıb belə ortadadır. Televiziya artıq bu kələm kimi açılan sosial şəbəkənin qarşısında çabalaya aciz duruma düşüb. Çünki hamı qaçıb sosial şəbəkəyə, indiyə qədər görməyəcəyi açıqlığı orada görür, televiziyaya baxmayacaqlar. Budur məsələ. Televiziyada özünə rəva bildiyi qədər açılır. Tam olaraq açıla bilmir. Çünki bəzən görürsən ki, televiziyada gəlib kimsə veriliş aparır, görürsən ki, TikTok veriliş aparmaq istəyir. O deyir. Başa sala bilmirsən ki, qardaş, yerin səhvdir. Bu televiziyadır. O TikTokdur. Orada bunu eləmək olar, amma burada bunu eləmək olmaz. Biz bilirik, çox qadağalar var televiziyada. Çox senzura var o baxımdan ki, milli dəyərlərə dəyilməsin, nə bilim, ailə dəyərlərinə dəyilməsin, qadın alçaldılmasın. Siz də işləyirsiniz, mən də işləyirəm, bilirik. Daim buna yol verilmir, icazə verilmir. Amma nəticədə nə olur? Pulun hamısı axır sosial şəbəkələrə, televiziya qalır belə ortada. Neyniyək? Elə bir ki, iki tərəfli bir zopadır da, bu tərəfi də vurur, bu tərəfi də vurur. Necə eləyək? Valla, indi siz deyirsiniz, o qadınlar alçalmasın filan, amma elə diqqət eləyəndə elə hər gün hansısa bir qadın, hansısa bir televiziyada alçalır. Məsələn, o gün baxıram Zaurun verilişində. Bu illərdir də onlar çıxırlar. Əvvəl Ceyran idi qaynanası, bu qara açgili qadın, yəqin ki, yadınızdadır, Bizimləsən proqramında. Çünki orada onun, bilməm, əvvəl olan gəlini var idi. Sadəcə adını unutmuşam, ona görə Ceyranın üzərindən gəlirəm. Məsələn, qışqırdı, ürəyə getdi, yıxıldı filan. Belə baxıram, deyirəm, yəni biz nə qədər tamaşaya baxacağıq. Və çox təəssüf ki, bugün nənələr inanır, orada yaşananların reallığına. Babalar inanır. Belə baxırsan, görürsən ki, səhərə o deyir, diri gözlə açmaq var ha. Filan kəsdən filan aparıcı xəbər deyəcək. Qaynanama deyirəm ki, sən şəkər xəstəsisən, lazımdır sənə. Yox, ay bala, filan kəs deyirəm ki, mən sənə deyim də o sabah nə deyəcəkdə. Hə. Və o yaşda olan insanlar, evdə olanlar da, xüsusən də təqaüdçülər, oturub o verilişləri silsilə şəklində gözləyirlər. Televiziya necə eləsin, üstələsin sosial şəbəkələri? Mən sizə bir şey deyim. Televiziya onsuz da sosial şəbəkəni üstələməyəcək, yəni. Amma ki, bənzərliyi var artıq. Sadəcə sosial şəbəkələrdə. Mən məsələn TikTokda bir şey paylaşım. Bir də görürsən ki, 10 dəqiqənin içində 100 mini keçibsə, onsuz da televiziyanın sürəti sosial şəbəkəyə çatmayacaq.
Amma çox təəssüf ki, biz pisləri də sosial şəbəkədə göstəririk. Çox təəssüf ki. Sosial şəbəkə elə bir platformadır ki, kim nədirsə, onu orada göstərir və özünə uyğun da canlı yayımlar açır, orada danışır və s. və s. Məsələn, indi deyirsiniz ki, televiziyada çalışır ki, belə olmasın. Hər gün demək olar ki, bu sosial verilişlər aparıcıların efirində DNT analizi yoxlanılır. Bugün biz hansı səviyyəyə düşmüşük ki, Azərbaycan kişisi yenə də üzərinə gəlirəm. Gəlir, oturur televiziyada və deyir ki, mən uşağımın atası kimdirsə onu öyrənmək istəyirik. Həm də maarifləndirmə gedir, Olivera xanım. Maarifləndirmə gedir də həm də. Kənarda eləsə olar. Yo, bilirsiniz necə? Efir necədir? Yenə də deyirəm, çağırılmamış qonaqdır. Kim əgər, belə deyək də, pultda düyməni basırsa, tutaq ki, ARB-nin üzərinə gəl, ATV-nin üzərinə gəl, Xəzərin üzərinə gəlirsə, dayanır, görür də. Axı televiziyanın təsir etmə gücü daha çoxdur. Space-də də yeri gəlmişkən belə şey var da, düzdürmü? Space-də də var, amma bir şey var ki, Amil Xəlil o şeyi də çərçivəsində eləyir. Və o çalışır ki, o sədd aşmasın. Mən bunu Space-də işlədiyimə görə demirəm, zərrə qədər. Çünki mən sizə bir şey deyim. Veriliş var ki, bütün səddlər aşır. Bir şey deyim, bilmirəm, bir dənə sosial veriliş Amil Xəlilindir. Yəni Space-də işlədiyimə baxmayaraq, yəni mən deyim ki, sərdən axşam oturub bütün verilişləri izləyirəm. Əyləncə verilişləriniz var ki, eyni şeyi eləyir, amma heç birinin adını çəkməmisiniz. Yox, məsəl üçün, mən ad çəkməkdə heç qorxmam. Tolikin verilişindən danışmaq istəyirsiniz, yoxsa İsa'nın verilişindən danışmaq istəyirsinizsə? Onlar da əyləncə. Onların verilişində danışan mövzuların kim nə edirsə, onlar da orada. Yox, mən bütün kanallarda eyni şey gedir də. Arada onların da adını çəkdik, bir tərəfli olmasın. Yox, mən kifayət qədər açıq adamım, Tolikin özü demiş. Səidə deyir, mən tənqid eləyəndən sonra başladıq biz bir-birimizə salam verməyə. Yəni mən bugün də Tolikin verilişində hər hansısa bir, məsəl üçün tutaq ki, orada danışıqda mı, yanaşmada mı və yaxud da ki, ifrat bir şeydir, bir şey görəcəmsə, mən onu özünün üzünə də deyə bilirəm və onu sosial şəbəkəmdə də paylaşa bilirəm. Və yaxud da ki, paylaşmısınızmı? Mən Toliklə bağlı bəli eləmişəm, paylaşım. Demirəm elə onun üzərindən. Tənqidinə davam edirsiniz. Tənqidi, yox, bilirsiniz necə? Mənim üçün, məsəl üçün, mən həmişə deyirəm də, özünə də demişəm Tolikin ki, mənim aparıcı kimi qəbul etmədiyim televiziyada veriliş aparan prodüserdir Tolik. Bayaq onu mən dedim. Biri var ki, peşəkar televiziya aparıcısı. Biri də var ki, sadəcə bu imkanın sənin var, sponsorun var sənin və sən televiziyada 2 saatlıq proqram alırsan. Bir şey var ki, bilirsiniz necə? Mən indi yetişdim necə deyirlər də, bu sahədə saçımı ağartmışam da. Amma bu adamlar veriliş apara-apara aparıcılıq öyrənirlər. Bunlar fərqli şeylərdir. Və bu layihəni apara-apara öyrənmək olmaz. Bu layihədə sən peşəkar olmalısan, sizin dediyiniz kimi. Nəyə efirdə demək olar? Nəyə toxunmaq olar? Ondan gedir söhbət. Ona görə deyirəm, mənim üçün, məsələn, tutaq ki, sizlə Nigar Fərhad mənim üçün eyni ola bilər, eyni ola bilməz, axı mümkün deyil. Mən bu sizin qarşınızda oturmuşam deyə demirəm. Ümumiyyətlə, siz ANS məktəbi görüb gəlmisiniz və illəriniz var. 25 ildir də mən televiziyada tanınıram. İndi daha çox mən sosial şəbəkədən tanındım. Çünki indi televiziyalardan daha çox sosial şəbəkə tanıdır da bizi, bu reallıqdır. Amma ki, yenə də deyirəm, kim harda necə biçdi, necə gəldi, nəyi necə apardı, ondan gedir söhbət. Tolik bundan sonra bəlkə ola bilsin ki, mən sabah efirdə olmaram, amma Tolik 10 ildə bundan sonra veriliş aparar. Amma televiziya aparıcısı deyil. Bəzən görürəm ki, elə məsələyə münasibət bildirirsiniz ki, ailə məişət məsələlərinə durub hansı münasibət bildirir? Niyə? Bəzən görürəm ki, namusdan danışırsınız. Niyə? O bayaq dediyim məsələdə əslində bayaq onun cavabını demək olar ki, vermişəm mən. Elə şey, məsəl üçün, konkret siz deyim, mən nəyə fikir bildirmişəmsə onu deyim də. Məsəl üçün də. Çünki durduq yerdə yəni o mövzuya mən toxunmaram da. Namusmu, qeyrətmi? Məsəl üçün, nəyə görə siz efirdə oğlan öz yoldaşını öpür? Axı sən bunu niyə ekran qarşısında eləyirsən? Get bağlı qapı arxasında bunu elə. Niyə? Biz əgər yəni arvadımızı da, həyat yoldaşımızı da, ərimizlə və yaxud da ki arvadımızla sosial şəbəkədə rahat öpüşə biliriksə, nə bilim nəyim, bizim gizli olan, özəl olan nəyimiz var bu həyatda? Sizə görə onu danışmaq, kim necə öpüşür, kim ekran qarşısında necədir, yaraşdırırsınız özünüzə. Axı siz Səidə Bəkir qızısınız, düzdürmü? Mən yenə də deyirəm, o şikayət üzərindən gələn bir şeydir. Bilirsiniz necədir? Sözünüzü kəsirəm, üzr istəyirəm. Eləmədiyim şey, daha çox az eləyirəm belə şeyləri. Elə və ki, əxlaq dərsi keçməkdir. Bu qədər mi əxlaqlıyıq ki, kiməsə dərs keçək?
Valla mən əgər nəyəsə münasibət bildirirəmsə, mütləq münasibət bildirməmişdən öncə bir öz həyat tərzimi incələyirəm gözümün önünə. Bayaq siz dediniz, elə fakt çıxardıb qoyarlar ki, adamın qabağına. Və mən çox əminəm ki, hələ o açığı və faktı kiməsə verməmişəm. Amma hamı sizin kimi düzgün həyat yaşamır. Və bizim kimi və sizin kimi deyək ki, düzgün həyat yaşamırsa o demək deyil ki, o ya qınanmalıdır. Orasını burasını şişirdən müğənnilər çıxır, orasını açır, burasını açır. Mən onların əleyhinəyəm də. Bu mənim şəxsi fikrim. Yox, bu mənim şəxsi fikrimdir də. Elə şey var ki, biz bu qədər müdaxilə edirik kiminsə həyatına. Biz müdaxilə eləməsək, sabah biz artıq hansı tini dönəcəyiksə, orada arvad yufkası geyinən oğlanlar görəcəyik. Üzr istəyirəm ifadəmə görə. Yəni mən istəyirəm o şeylər. Mənim elə dostlarım ola bilməz, çünki mənim həyat tərzim var. Tanışlarınız var? Tanışlarım deyəndə belə efirdə filanda tanıdığım, sizi kimi gördüyüm adamlar var. Amma elə bir adam yoxdur ki, mən o həyat tərzini keçirən birisi ilə bir masada əyləşim, üz-üzə əyləşim, nə bilim çay içim, çörək yeyim, mümkün deyil. Çünki kimin həyat tərzi necədirsə, həmişə ətrafında elə adamlar olur. Yenə deyirəm, çox təəssüf ki, biz efirdə də üzləşə bilirik o adamlarla, sosial şəbəkələrdə də qarşımıza çıxıb üzləşə bilirik. Amma bilsiniz necə, hər şeyin bir qədəri var da. Mən demirəm ki, qadınlar gözəl olmasın. Amma mən deyirəm ki, qadınlar ördəyə oxşamasın da. Bunu mən deyirəm də, kim istəyir qəbul etsin, kim istəyir qəbul etməsin. Bugün Azərbaycan incəsənətində müğənnilərin 90% ördəyə oxşur. Artıq arxaları ilə oxuyurlar. Çox üzr istəyirəm izləyicidən. Arxası ilə oxuyur. Dünənə qədər deyirdik ki, televiziyada arxa çevirmək olmaz, bu tamaşaçıya hörmətsizlikdir. Bugün birinci arxaları ilə girir müğənnilər. Ya biz hansı hörmətdən danışırıq? Bu o demək deyil. Mən yenə də deyirəm, kim nə qədər istəyir özünü şişirtsin, partlayana qədər şişsinlər. Amma bir yerə qədərdir də. Bu qədər olmazsa hamı inkubator cücəsidir. Hamı eyni tərziyə demək olar. Hamı da deməyim, yenə bunu da eləyəcək. Plastik əməliyyatlar eləmişəm mən. Yox, plastik əməliyyat normal deyil, Ülvira xanım. Qadınların hamısı gözəl görünmək istəyir. Mənim də sabah tutaq ki, gözüm düşəndə mən onu hardasa dartdıracağam, bu başqa şeydir. Mən ördək məsələsində sırf o nə bilim, arxa böyütmə də ki, bu sürətli də popo əməliyyatı, elə bil ki, insanlar dünənə qədər bizim analarımız bunu eləmirdi, nə olurdu? Sevilmirdilər, istənmirdilər, tələbatları yox idi, nə bileyim, atalarımız aşiqmi olmadı bizim analarımıza. Niyə bu? Gerçəkdən baxırsan, hamının eynidir artıq üz cizgisi. Deyirsən ki, bu o müğənnidir, görürsən ki, o deyil də. Baxırsan ki, hamı bir-birinə, yəni doğrudan hamı bir-birinə oxuyur. Amma ki, insan, nə bilim, özünə məxsus bir şeyləri olmalıdır ki, o bildirməlidir ki, bu sənsən də. Baxın, siz dediyiniz o şey, həmin o əməliyyat, mənim də xoşuma gəlmir. Amma mən heç vaxt o məsələ ilə bağlı mövqe bildirmərəm. Çünki fikirləşirəm ki, o nədir, mən o barədə danışım. Və yaxud da ki, kimsə nəyisə eləyir, əxlaqsızlıqdır demirəm heç vaxt. Və fikirləşirəm ki, sən o nədirsən o barədə danışasan? Nəyə görə deyirəm? Siz elə məsələlərə mövqe bildirirsiniz ki, sərt mövqe bildirirsiniz ki. Mən gündəlik veriliş apardığıma görə, gündəlik də məsəl üçün sosial şəbəkələrdə müəyyən paylaşımlar var ki, sırf onun üzərində danışırdım mən. Bugün əgər kütləvi şəkildə bunlar paylaşılırsa, bunlardan danışılırsa, mən ondan mövqe bildirirəm. Artıq burada gündəmdir sizə görə sadəcə. Mən çünki zaten gündəmi müzakirə eləyirəm deyə. Yəni o gündəmdən də bugün kiminsə verilişindən çıxan bir hissə varsa, o gündəmdirsə mən ondan danışıram. Mən artıq demirəm ki, deyəcəklər ki, filan kəs səviyyədə. Onda yeri gələndə bu Bayram Nurlu heç mənim səviyyəmdə olan adamdır. Amma o ilə də bağlı fikir bildirmişdim ki, baxın, onlar kütləyə təsir eləyir. Ülvira xanım, mənim problemim nədir? Mənim evimdə oğlan övladı böyüyür. Çox analar var ki, onların oğul övladı var, düzdürmü? Bunlar kütləyə təsir eləyir. Və mən istəmərəm ki, bir adamın çıxışı ki, 10 nəfərin, 20 nəfərin həyat tərzini yavaş-yavaş istiqamətli götürməyə təsir eləyirsə, bu mənim səviyyəm deyil, ötüm üstündən. Məsələn, Bayram Nurlu deyir, mən obrazlar yaradan sənətkaram. Mən də onda efirdə dedim ki, kül mənim başıma, hansı obrazları yaradıb bu? Bugün biz nəyi təqdim eləyirik? Nə göstəririk? Biz ümumiyyətlə hara gedirik? Mənim bu çıxışımda belə çox böyük bir səs-küy yaratdı, trend oldu ki, bizə Şuşanın qayalarına dırmaşan oğullar lazımdır. Əzilə-əzilə, büzülə-büzülə, Şuşadayam, siz də gəlin deyən oğullar lazım deyil. Yenə də deyirəm, biz milyard deyilik də,
50 milyon da deyilik də, düzdür, ümumilikdə 40 milyona yaxınıq. Amma ki, biz Azərbaycanda 10 milyonun üzəriyik. Bunun da bir neçə 100 mini bu səpkidə gedəcəksə, həyat tərzi belə gedəcəksə, mən əşi cəhənnəməyə baboş kimdir və yaxud da ki, nə bilim, Bayram Nurlu kimdir ki, ondan danışım deyib keçə bilmirəm də. Sizin üçün çox adi, balaca görsənən bir şey, mənim üçün çox böyük bir şey kimi görsənə bilər yəni. Evdəki tərbiyə güclü olur, yoxsa cəmiyyətin uşağa təsiri? Cəmiyyətin. Bizim artıq övladlarımızı cəmiyyət tərbiyə edir.